Salam, bugün əziyyət çəkmədən hazırlaya biləcəyiniz tavada ballı tort reseptini paylaşacağım. Öncəliklə kremini hazırlayaraq başlayaq. Bunun üçün bir qazana 2 yemək qaşığı un, 1 yemək qaşığı nişasta, 110 qram şəkər tozu, 1 ədəd yumurta və 500 ml süd istifadə edirik. Orta ateşdə qarışdıraraq bişiririk. Kütləmiz tam hazır olduqdan sonra 50 qram kərə yağı və bir paket vanilin istifadə edirik. Soyuyarkən qurumasın deyə bir başqa qaba köçürürük və üzərini streçləyirik. Bir neçə saat soyuducuda saxlayırıq. Yaxşı olar ki, bir gecə qalsın. Daha sonra 50 ml qaymaq əlavə edib çalırıq. Bunu da əlavə edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Xəmirinin hazırlanma prosesində 4 yemək qaşığı bal, 1 çay qaşığı soda qazana əlavə edib köpürənə qədər qarışdırırıq. Rəngi dönəndən sonra kütləni ocaqdan alıb soymağa buraxırıq. Bir başqa qabda 4 ədəd yumurta, 1 çimdik duz, 150 qram şəkər tozunu mikserlə ağarana kimi çalırıq. Daha sonra soyuyan kütləni əlavə edib mikserlə çalmağa davam edirik. Sonra 3 stəkan un və 1 çay qaşığı qabartma tozu əlavə edib qarışdırırıq. Milli süd əlavə edirik. Çox axışqan bir kütlə alınır. İsti, yapışmaz tavaya əlavə edib bu şəkildə yayırıq. Əlimizlə ehmalca çeviririk. Hazır olan korjların kənarlarını kəsirik. Kənarlarını da üzərinin dolusu üçün ayırırıq və blenderdən keçiririk. Kremimiz dondurma kimi möhtəşəm alındı. Hər qatın arasına bu şəkildə kremləyirik. Və üzərinə untu əlavə edirik. Mən ən sonda üzərinə pudra şəkəri də əlavə etdim. Çox zərif və çox dadlı ballı tort alındı. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Kanalımı izləməyi və videomu bəyənməyi unutmayın. Hələlik.